Oy Salam ya. mənfərəklər. Bugün Azərbaycanlı gəldi. Bismillah. Bir Azərbaycanlı olaraq bu yeməyin nə olduğunu anlaya bilmədim. Bu nə yeməkdir? Bəlkə siz bilirsiniz. Bir dənə rəy bölməsində yazın da. Salam dostlar. Bu gün türklər demişkən acıkmama challenge yapacağız. Yəni acıkmamaya çalışacağız. Böyle söyleyeyim. Mən nə deyilə türkcə nəsə keçdim özü demə. Bu gün acınmama challenge edəcəyik. Yəni çalışacaq ki, videolara baxaq və acımayaq. Özü də dərsdən gəlmişəm. Yəni acından ölürəm bu dəqiqə. Yəni bu videolara necə baxacağımı hələ də düşünürəm. Baxaq görüm başımıza nə iş gəlir. Oy, necə yeyir ha. Bu acıkmama challenge olmadı diye bu promo iğrenç video oldu. Karıştırdı yani bütün yemekleri. Amma belə baxıram, dadlı yeməklər oxşuyur ha. Pizzadır bu. Təndir çörəyinə oxşar deyə. Allah, hansı ölkədirsə qəribə yeməklər, içkilər. Yəni iyrənc kimi gəlir hələ də mənə. Bəlkə qaçdı deyəsən. Bu videoya gəlin də Ramazan ayında baxı, oruç tutanda. Yəni heç dözə bilməz də. Bu heç olmasa yəni iyrənc görünmür yəni. Şirniyyat deyəsən o. Şirniyyatı qarışdırdı pizzaya. Oy, lavaş. Həqiqətən uje dözə bilmirəm. Oy. Wow. Elə yeyir ki, hələ bir heç ömrü boyu yemək yeməyib. Right. That is one of the best. Yavaş abi boğulacaq indi. Nuş olsun, nuş olsun. Bu da Türk abimizdir deyəsən. Qaqa, sən neyniysən? Mənim ürəyim partlayır burada, ölürəm acından. Heç olmasa salfetka da götürməyib yandı ki, ağzını silsin arada. Bu nə yeməkdir belə? Deyəsən dönər kimi bir şeydir. Türkiyədə internetdə falan yeməklərə baxıram, yəni heç bu cürünə, yəni yemək görməmişdim də. İlk dəfədir. Bu qaş görməyib deyəsən bizdə dolmanı, dönəri. Bu qədər yeməyi yemək olar yəni. Adam
Qarın ağrısından dayana bilməz. Yəni tox adam, tox insan heç vaxt bu qədər yeməyi yeyə bilməz də. Bunun üçün gərək neyi var ac olasan, dərsdən gələsən, çantanı atasan, görürsən ki, acından ölürsən də. Qoysunlar bu yeməkləri qabağa, hamısını. Qab qarışıq, qaqaş kimi, salfetka falan heç lazım deyil sənə. Azərbaycanlı gəldi. Bir Azərbaycanlı olaraq bu yeməyin nə olduğunu anlaya bilmədim. Bu nə yeməkdir belə? Bəlkə siz bilirsiniz. Bir dənə rəy bölməsində yazın da. Dadlı yeməyə oxşayır ancaq. Qaqaş bunları hamısını yeyəcək deyəsən. Bunları hamısını yesə halal olsun da. Qaqaş bir nəfəsə kolanı yarı elədi. Qaqaş hamısını yedi. Halal olsun. Qardaşım sən nə edirsən? O bu təmiz iyrənclikdir. Ay da. Ya tutub belə əlləri ilə. Ay da. Bu belə necə yeyir axı? Bala batır deyə deyəsən onu. Bunları yeyən adam şəxsən mən bunları yesəm, hamısını qarışdırıb, bu qarışdırıb yerdə gördüyünüz kimi. Mən bir gün belə yaşamaram da yəni. Nəysə dostlar, bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Bu videonun ikinci səsini istəyirsiniz, 200 like istəyirəm. Acımışam. Gedim bir dənə yemək yeyim.